Tbilisidə yetkinlik yaşına çatmayan şəxsə qarşı zorakılıqda ittiham olunan 2 gənc saxlanılıbdır. İstintaqın məlumatına görə 1997 və 2004-cü il təvəllüdlü şəxslər azyaşlı qızı aldadaraq hostellərdən birini aparıb və ona qarşı zorakılıq törədiblər. Hər iki şəxs təqsirləndirilən qismində saxlanılıbdır. Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 137-ci maddəsi ilə aparılır. Bu maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Macarıstan polisi fahişəliyin təşkili və fahişəlik üçün yer ayrılması ittihamı ilə Çin və Tayland vətəndaşı olan 7 nəfəri saxlayıbdır. İstintaqın məlumatına görə saxlanılan şəxslər Batumda yerləşən obyektlərdə fahişəliklə məşğul olan qadınlara pul qarşılığında mütəmadi olaraq yer ayırıblar və bu fəaliyyətdən əldə olunan gəlirləri bölüşdürüblər. Əməliyyat nəticəsində 12 obyekt bağlanıbdır. Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 254-cü maddəsi ilə aparılır. Bu maddə 4 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur. Bakuryan qəsəbəsində dövlət meşəsində iynə yarpaqlı ağacların qanunsuz tədarükü və daşınması faktı aşkarlanıbdır. Yerli sakin 5 kubmetrə qədər sənaye məqsədli taxta materialını qanunsuz əldə edib və avtomobillə daşıyıbdır. Hüquq pozuntusu barəsində inzibati protokol tərtib olunubdur. Avtomobil möhürlənib. Ağac materiallar isə Bakuryan fəaliyyət həyatına aparılıb. Samegrel Yuxarı Svaneti Regional İdarəsi Taleri kəndində bir vətəndaşın avtomobillə 21 iynə yarpaqlı ağac budağını qanunsuz daşımasını aşkarlayıbdır. Paytaxtda isə monitorinq zamanı 6 iynə yarpaqlı ağac müsadirə edilibdir. Ətraf mühitin mühafizəsi üzrə departament bayram öncəsi gücləndirilmiş nəzarət həyata keçirir və əhaliyə qanuni ağac seçimi etməyi tövsiyə edir.